komandanın əsas məqsədi artıq ilk məqsəd qrupdan çıxmaq idi, bu nail olundu və indi irəliləmək lazımdır play-off mərhələsində. Çox maraqlı komanda rəqibi kim olacaq? Bizim görüşdən sonra dərhal Skonto Tobo maçı başlayır. Latviya və Qazaxıstan klublarının görüşü. Burada təkbətək mübarizədə zərbə gol! Rövşən Əmraslanov hesabı açır nəhayət ki. 80-ci dəqiqədə Rövşən Əmraslanov gənc heyətin gənc futbolçusu hesabı açır. Azərkeşləri sevinir, mən əminəm ki, Azərbaycandakı fanatlar da sevinir. Əmraslanov bəlkə də qələbə topunu vurdu Interin. Bu da Genovun ötürməsi, təkbətək mübarizədə. Əlbəttə burada məncə Daniel Genova da alqış düşür. Çox gözəl ötürmə verdi. Bu ötürmədən sonra Rövşən Əmraslanova qol vurmaqdan çətin olardı və o bu çətinliyi yaratmadı. Əmraslanov təkbətək mübarizədən Lifkiçi nəinki